Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Misiya TV-nin efirində Zərin Tac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi Caspian Oil and Gas, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgisi Caspian Power və 30-cu yubiley Bakı Enerji Forumunun rəsmi açılış mərasimində çıxış edir. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında minifutbol üzrə Azərbaycan milli komandasının dünya çempionu olması münasibətilə paylaşım edib. Paylaşımda deyilir: Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir. Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm. Sizinlə fəxr edirik. Milli yığmamızın bütün üzvlərinə möhkəm can sağlığı, güc, enerji və yeni qələbələr və nailiyyətlər arzuluyuram. Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq. Bu barədə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası məlumat yayıb. İtkin şəhid hərbçi Sahil Nurəddin oğlu İbrahimovdur. Onun nəşinin qalıqları sabah saat 12-də Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsinin qəbirstanlığında dəfn olunacaq. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 31-də və iyunun 1-də ümumi çəkisi 30 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 3,8 kiloqrama yaxın heroin, 24,2 kiloqramdan çox marixuana və 2 kiloqrama yaxın metafetamin əldə olunub. Həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 89 ədəd çətənək yolu götürülüb, yabanı halda bitmiş 4897 ədəd çətənək yolu isə polis əməkdaşları tərəfindən aşkarlanaraq məhv edilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində elektron təhlükəsizlik xidməti vətəndaşları küçə, dayanacaq, park və digər ictimai məkanlarda saxta QR-lara qarşı diqqətli olmağa çağırıb. Bildirilib ki, son zamanlar küçə, dayanacaq, park və digər ictimai məkanlarda, eləcə də sosial şəbəkələrdə Scan Me şüarı ilə yayımlanan rəngli QR kod afişalarına rast gəlinir. Həmin QR-lar vasitəsilə vətəndaşlar iş təklifi, endirim kampaniyası və ya karyera imkanı ilə bağlı saxta Telegram kanallarına yönləndirilir və sosial mühəndislik üsulları ilə fərdi məlumatlarının təqdim olunması istənilir. Vətəndaşlardan əsasən bank kartı məlumatları, şəxsiyyət vəsiqəsinin surəti, şəxsi şəkilləri və SMS ilə göndərilən doğrulanma kodları tələb olunur. Bu məlumatlar vasitəsilə bank hesablarına çıxış əldə edilməsi, onlayn kredit rəsmiləşdirilməsinə cəhdlər edilir. Xidmət vətəndaşlara təsadüfi küçə afişalarında və ya sosial şəbəkələrdə yayılan naməlum QR-lara qarşı diqqətli olmağı, tanımadıqları mənbələrdə heç bir halda bank kartı və digər fərdi məlumatlarını paylaşmamağı tövsiyə edir. Rusiya və Ukrayna nümayəndə heyətləri bugün İstanbulda birbaşa danışıqların ikinci mərhələsini keçirəcək. Missiyası xəbər verir ki, görüşün Bakı vaxtı ilə saat 14-də başlaması gözlənilir. Xatırladaq ki, tərəflər arasında İstanbulda keçirilən ilk görüş mayın 16-sında baş tutub. Qubada bir nəfər suvarma kanalında batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 112 qaynar telefon xəttinə Quba rayonu Quba şəhərində bir nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıc xilasediciləri axtarışlara cəlb olunublar. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.